Salam aleyküm əziz və hörmətli dostlar. Çox xoş gördük. Umarım ki, hər şey istədiyiniz kimi yaxşı və gözəl olsun. Sizə gözəllikləri arzuluram. Gözəlliklərin də ən başında vətənin azadlığını arzuluram. Dostlar, hər gün bu zaman bu sümürgecinin portresi və sümürgələşdirənin portresi adlı kitabdan bir səfər oxumağa çalışıram və umaram ki, faydalı olsun. Məncə bu kitab İranda yaşayan tüm millətlərin 10 dana kitab oxusalar, əvvəl o 5 dananın içində gəlir. Yəni. O qədər mühümdür bu kitab oxumaq. Hər halda çalışıram ki, biraz bunu sürət ilə oxuyam. Gedək qabağa. 76-cı səhifənin axir paragrafından da biraz oxumuşduq, amma mən oradan oxuyacağam. Bəndin əvvəlindən başlayacağam. Biraz daha hızlı gedim, az daha fikirlərimi izah edeyim. Bəlkə biraz oxuya bilək. Bu kitabı dedik ki, Albert Memi adlı bir Tunisli yazıbdı və bu o zaman yazıb ki, Tunis Fransa'nın istemarından, yəni sümürgəçiliyindən qurtarmaq üçün silah götürüb savaşır. Sümürgə faşizminin yalnızca sümürgə ilə sınırlı olmaması da şaşırtıcı değildir. Deyir, sadəcə bu sümürgəçi faşizm. Dünən dedik ki, faşist bu hər sümürgəçini də 3 yerə böldük. Bir o uşaqdan ta o 100 yaşa, 150 yaşa ki, adamlar ki, farsdılar İranda, onlar sümürgəçidirlər. Bir onlar ki, dövlətə istihdam olurlar. Hər rədədə fərq eləməz, hər nə iş o da fərq eləməz. Onlar sümürgəçi olurlar və ha belə ya da sümürgəçi yanlısı olurlar, yəni tərəfdarı. Və bir də bunlar ki, ərz eləyim, sümürgədə farslara işdirlər İranda. Bunlar sümürgəçidirlər və bunların hamısı dedi ki, faşistdirlər. Və indi bu faşistə görə dünən oxuduq, bu günləri da davam edirik ki, faşistə görə nə deyir? Deyir, sümürgə faşizminin yalnızca sümürgə ilə sınırlı olmadığı, deyir, sadəcə bu sümürgəyə sınırlı olmaz. Yəni bu istər ki, yayılsın, hər yerə yayılsın. Şaşırtıcı deyil, təəccüb, şaşmaq, təəccüb eləmək türkçədir, deyildir. Kanser yayılmaqdan başqa bir şey arzulamaz. Kanser latincə sözdür, yəni sərətan. Sərətan xəstəliyi, ya Azərbaycanda xərçəng deyirlər, xərçəng xəstəliyi yayılmaqdan başqa bir arzusu olmaz. Dostlar, hər insanın işinə bağlı arzusu var. Çünki insana o iş bir amac verir. O amac budur ki, mən biraz çox qazanım. Bunun üçün arzu elər ki, o işə görə çox bir şey olsun. Məsələn, yolda o maşınları çəkənlər var da, çəkici deyirlər adına. Amerikada da tow truck deyirlər. İndi bilmirəm, İranda bilmirəm nə deyirdilər. Maşınım yox idi, bilmirdim ki, nə cür olur. Məsələn, pəncər oldu, xərab oldu, qaldı yolda. Bir dənə ayrı maşın gəlir, cərəsəqil kimi bunu çəkir aparır. Kiçik cərəsəqil deyirlər, nə deyirlər, bilmirəm. Məsələn, onların sürücüləri yol qırağında əlləri ilə burada, Allah, maşınlar təsadüf eləsinlər, pəncər olsunlar, motorları xərab olsun. Biz bir iş daşıyaq, pul qazanaq. Döhdürlər, məsələn, insanlar mərizdəməsələr, dua eləyəcəklər, Allah, insanlar mərizdəsinlər. Bizim, yəni, heç vaxt döhdür şey eləməz ki, heç kəs mərizi olmasın. Çünki mərizi olmasa, adamın çörəyi çıxmaz. Təqribən demək olar ki, bu tamam işlərdə vardı. Hər halda. Kanser də özünə görə bir arzusu var, o da yayılmaq. Faşizmin də bir arzusu var, o da budur ki, yayılsın. İşğal elədiyi yerləri yox. Buna bir misal Almanı gətirək. Alman 2-ci Dünya Savaşında pan-İranistləri istihdam eləmişdi. Bir dənə məcəllə düzəltmişdi, adı Kavə.
O məcəllə o zaman dünyada ən başda gələn məcəllələrdən idi. Bahalıqda və şeydə, yəni Almanda çap olurdu, qilasa kağızlarda çap olurdu. Sonralar İranda raic oldu ki, məsələn, qilasa kağızda da bir şey çap eləyərlər. Çox belə bunlar faşizmi İranda yaydılar. O kadar ki, Hitler sivili koymaq İranda bir kilas idi. Bizim bir de famillerimiz vardı. Ömrünün sonuna kadar bu bığları saxladılar. Bığ koyalar ki, zıqqılı Hitler'e benzeyerler. Bu o şeyin idi. Bu Hitler'in o armı ki vardı, sınır. Elbette bilirsiniz, İranda her zaman insanlar ahmaq olduğu için ve ahmaq yetişildiği için ve brainwash oldukları için, ahmaqlık da oradan gəlir. İnsanları brainwash edirsən, ahmaq olar. İnsanlar ki brainwash edirdə beyinlərini yıxırdılar. Bunlar məsələn təbliğat edirdilər ki, Hitler dağda, cizdində Yahudi şey deyil, Məsihi deyil, Yahudi deyil, bəlkə nədir? Şiədir. Tamamen demək olar, farslar o zaman ki istəyiblər bir şeylər ənişdən şiə olubdu, nə bilim filan ki. Bunlar hamısı yalanlardır ki, onlar deyərlər. Çünki Farsın da əsası, faşizmin necə əsası yalandır. Çünki Hitlerin muavini var idi. Goebbels adında. O deyirdi ki, yalanı nə qədər böyük desəz və nə qədər çox təkrar eləsəz, o qədər insanlar onu qəbul elərlər. Bu yekəlikdə yalan demək olmaz. Bunun bir doğruluq payı var deyərlər, düşünərlər. Farslar da dəqiqən bu cürdülər. Yəni, indi Putini də görürsünüz ki, Quran gətiribdi, Xümeyniyə, cizdində bu Məsihi deyil, komünist deyil, bu bir şeydir, şiədir. Belə bir yalanları düzəldirlər, deyirlər. Mütəəssifanə bu yalanlar geçir və bizim də millətimiz buna inanır. Çünki brainwash millət yalana. Çünki brainwash millət ayrı seçeneği yoxdur. Ayrı seçenek yoxdur. Pəs kolonyalizm və faşist də eyni bir sərətan kimi istər ki, dünyanın hər yerində yayılsın bu düşüncə. İndi ona çox da gözəl adlar qoyarlar da. Məsələn, solçuluq bu tərəfdən də Şurəvi sabiq Şurəvi, geçmiş Şurəvi rejimi də ki, bir istirdi dünyaya yazılsın, hala komünist adı altında. O da bir cür faşist idi. Çünki insanlara görə də bir haqları tanıyır. Əlbəttə, nisbət faşistə çox tanıyır, İrana görə çox haqq tanıyır, amma yenə də özlüyündə bir faşist haləti vardı. Kolonyalist sadəcə saldırgan və gerici ya da heç deyilsə mühafizəkar hökumətləri dəstəkləyə bilər. Faşistlər hangi hökumətlərin yanında durarlar? Yəni, hangi hökumətləri himayət elərlər? İndi, məsələn, deyirlər ki, məsələn, filan məmləkət hüququ bəşərcidir. Niyə filan hakimiyyətdən himayət edir, ya filan hökumətdən himayət edir? Onu istir deyir. Deyir, kolonyalist sadəcə saldırgan deyil. Yəni, Azərbaycanda bizimdir, orada bizimdir, Əraqda bizimdir, Suriyədə bizimdir. Bunlar bunu düşünməz sadəcə kolonyalist. Bəlkə gerici də olar, mültəci də olar. 2400 il bundan qabağa, 2500 il bundan qabağa bir kuruş yaratmışmışlar, ora gedəcəkdir bu. O, onun ən sevdiyi tarixdir, ən sevdiyi, istədiyi yetişmək yeridir. Kolonyalist sadəcə saldırgan, hamıya həm içəridə və eşikdə fərq eləməz. Məmləkətin içində, indi məsələn İran adlı bir məmləkət vardı, orada faşistlər həmlə edirlər. Huşəng Əmir Əhmədini dünən misal vurduqda, videosunu da yaydıq, dostlar da görmüşlər hətmən. Əslən deyir, mən türkçülük olsa qəbul eləmirəm. Əslən bunlar desələr türkçülük, lazım deyil biz onlarla hətta həmvətən olaq. Yəni, buradan gedir deyir ki, bunlar, məsələn, türkçülüklərində İsrailləsilə ayrılsınlar, etsinlər. İttifaqa mən burasını sevirəm. Yəni, bu tədafui faşist çox gözəldir. Yəni, elə deyir, çıxın, gedin, ayrılın. Bu çox gözəldir. Kolonyalist sadəcə saldırgan və gerici deyil, irticacı deyil, həxamənişiyə tərəf getmir. Ki, var ya yox orasında bəhs eləmir. Yəni, tarixin qaranlıqlarına gedir. Ya da heç deyilsə, heç olmasa nədir? Mühafizəkar hökumətlərdən. Heç olmasa budur ki, mühafizəkar hökumətləri sevər.
mühafizəkar nə deməkdir? Yəni əl-ancı və durum qalsın ağa. Necə məsələn bu farslar indi bu fars radio televizyonlarda deyirlər ki, ağa, əgər gərək ola İran xətərə düşsün, Xameneyin dalında durub savaşacaq. Bu yəni mövcud hökuməti mühafizəkar deyir, bu dəyişməsin, bu qalsın, bundan zərər gəlsə az da obrisindən. Onun üçün də dedim, bunlar heç vaxt demokratik olmazlar. Dostlar, demokratik neçə sahədə, neçə vəziyyətdə demokratik olar cəmiyyət? Bir budur ki, insanlar təcrübə əsasında əziyyət çəkərlər, yavaş-yavaş demokrat olarlar. Bir budur. İkincisi budur ki, məmləkət yuxarı texnolojiyə sahib ola, yuxarı sərmayə sahib ola, o sərmayə insanları demokratik olmağa çəkər. Alman, Japon, Amerika, bunlar sərmayə bunları demokratik eləyibdir. Bunlar demokrat deyirlər də. Yəni, sərmayə bunları demokratik elədi. Japon məsələn 2-ci Dünya Savaşı'ndan demokratik deyildi. Amma ondan sonra işğal, üçüncüsü işğal da bu cürdür. İşğal da aynı işi görər. Amma bu işğal Ərəbistanda, Suriyədə cavab vermədi. Mənim nəzərimcə ən böyük də liderlər, rəhbərlərdir. Onlar bir cəmiyyəni həm demokrat eləyə bilərlər, həm faşist eləyə bilərlər. Məncə İranın liderləri faşistdirlər. Tamam, fərq eləməz. Keçən 100 ildə Rizası olsun, Məhəmməd Rizası olsun, uşaqları olsun, ailəsi olsun, xanımısı olsun, İranda yaşayan millətlərin farslar mənzurum. Onlar olsunlar ki, millətləri istismar ediblər. Bunlar faşistlər və bunlar mütəəssifanə irticanın adamlarıdırlar. Molla irticadır. Təbii ki. Niyə? Çünki o deyir ki, ağa, mən bir şeyə inanıram ki, 1400 il, 2500 il, 3000 il, 5000 il bundan qabaq var idi. Onu da o şəkildə bu günləri ona uyğun yaşamaq lazımdır. Bu öz irticadır. Fərq eləməz ki, indi biz siyasi olaraq da deyək ki, biz İranı o modeldə görəcəyik ki, məsələn, kuruşu görürük. Yenə də irticadır. Çünki bugünkü dünya, o günkü dünya deyil ki, məsələn, 100 il bundan qabaq, 50 il bundan qabaq, hətta 30 il bundan qabaq var idi. Dünya çox değişikdir. Tamam. Ana yurdunun o andakı statusunu koruyacaq ya da daha ziyadə baskının təməllərini daha kəsin olaraq güvəncə altına alacaq olan eğilim göstərir. Deyir ki, belə bir faşist neynər? Ana yurdun, indi gəlib Azərbaycandadır bu, indi Azərbaycanda istihdam olub dövlətə, ya Azərbaycanda bir fars şirkətinə istəyir, ya bir farslı gəlib də Azərbaycana, bunlar faşistdirlər dedik. Deyir ki, bu ana yurdunun o anadək, bu saniyədək ki, biz danışırıq, statuyunu, onun durumunu, status, latincədə gəlib olub Türkiyədə statu, elə həman anlamda işlənir, yəni durumu, vəziyyəti, onun durumu koruyacaq. Deyir, bu məmləkətin durumu qoruyar. Ya da daha ziyadə, bundan da artıq nə iş görər? Baskı yəni zor, fişar, hər halda bildikdə nə olar? Baskının təməllərini, təmal paya, əsas, köklərin daha kəsin olaraq güvəncə altına alar. Deyir, o baskı, o fişar ki, gətirib bu millətin üstünə təslim olsunlar, türklər, ərəblər, bəluçlar, farslara, bu baskının təməllərini daha kəsin, daha qəti, daha kəsərci olaraq neynər? Güvəncə altına alar. Yəni, bunları eləyirlər ki, sistem qalsın, güvənə bilsin ona. Olan eğilim göstərir. Belə bir fikirlər, belə bir əməliyyat göstərər. Məsələn, polisi üzdən gücləndirər, sansoru üzdən gücləndirər, radio televizyonu üzdən zorlar, interneti üzdən zorlar, bağlar, sosial şəbəkələri üzdən bağlar, interneti lazım olan dəsən kökündən kəsər. Bu, faşizmin deyir ki, əməlləridir. Tədavi etmək yerinə erkən davranıb, önləmək onun için daha iyi olduğuna görə bu tür hükümet və rejimlərin doğumuna katkıda bulunmaktan nədən istəməsin ki? Deyir ki,
Dedik ki, sərətan kimi faşist yaylar. Onu deyir, əvvəldə ərkən dayanarlar, dayansan, ərkən işə girsən, tez işə girsən, tanısan mərizçiliği, qabağını alarsan, qoymazsan ki, insanlar mərizdəsinlər. Yoxdur, indi bu onu oradan başlar. Deyir, tədavi etmək yerinə, əvvəlcə ki, o xəstəliği, faşizmi tədavi eləsin, dərman eləsin, əlac eləsin, tədavi dava dərmandan gəlir. Tədavi dəvadan gəlir, Dəvadan gəlir, tədavi eləmək, dərman eləmək. Bizdə dərman türkcədir fikirləşirəm. Əlac da işlənir ki, ərəbcə sözdür. Türkiyədə çox işlənir. Əlac davanın özünə işlənir özdə. Tədavi etmək yerinə ərkən davranıb, biraz qabağa gələr, tez işə başlar. Yəni, tez bu, indi o milləti yatırdacaq, neyəcəkdir? Davranıb, önləmək onun üçün daha iyi. Deyir ki, əvəzin ki, biraz tez gələ, hərəkət eləyə və o mərizçiliğin, məsələn, faşizmin qabağını ala, bunu deyir yerinə iyi, neynər, daha iyi olduğunu görə, deyir, bu daha iyi budur ki, ərkən davrana bunun qabağını ala mərizçiliğin. Bu tür hökumət və rejimlərin doğumuna, deyir, bu faşisti rejimlərin, mürtəci rejimlərin gerici, ya bir dənə də ayrısını demişdi, nə idi? Dedi ki, yadımda deyilindi özümün də. Deyir ki, bunları doğumuna, onların qurulmasına, təsis olmasına, doğmasına katkıda bulunmaq, kömək elər. Katkıda bulunmaq, dostlar, məsələn, fikrin ki, 3 dana ipimiz vardı, onu doluruq bir-birinə. Bir dana izafə gətirsək, qoysaq bunun yanına qatkıda bulsaq buna getsə, o olar, qatkıda olar. Odur, qatılmaq, yəni əslində deyir, ona qatılar. Bulunmaq nədən etməsin ki, deyir. Niyə? Çünki bu özünün fikrinə yaxındır, düşüncəsinə yaxındır bir sümürgəsinin. Niyə faşisti hökumətlərin iş üstə gəlməyinə yardım etməsin ki? Bunu deyir. Mali və dolayısıyla siyasi araçlarının böyüklüyü də əklənirsə, əgər bunun, yəni bu sümürgəsinin, İranın məsələn, mali, yəni pul, sərvət və dolayısıyla siyasi, ha belə qeyri-müstəqim olaraq siyasi araçların, əbzarların, alətlərin, imkanların, burada imkan gələcəkdir, araçların böyüklüyünü nəzərə alsaq, məsələn, bunların radio televizyonlarının böyüklüyünün, ki, indi İranda da var, eşikdə də vardı, yəni, məsələn, Amerika səsi də farscadır, ya televizyonu da farscadır, o ki, farscadır. Ya BBC Farsi məsələn, ya Fransa'nın ki, İranlıların, farsların özlərinin radio televizyonları, bunlar böyük bir siyasi və mali gücdürlər eyni halda. Amma qeyri-müstəqim halətdə bunlar nə edirlər? Araçların böyüklüyü də əklənirsə, əgər o bir faşistin istəyinə əlavə olursa, nə olar? Bunun ana yurtdakı hökumət üçün kalıcı bir deyir ki, o ana yurtda yəni istemarın özünün o mərkəzində, metropolda ana yurtda hökumət üçün bir kalıcı, daimi bir təhlükə olar. Ana yurdunu, yəni hər nə qədər faşist bir fişar gətirsə bir millətlərə, məsələn, türklərə, dillərin olmasın, Urmu gölü aradan geçsin, nə bilim, azadlıqları olmasın, iqtisadları olmasın, vergiləri çox olsun, burada işsizlik olsun, insanlar köçməyə məcbur olsunlar. Onun qabağında reaksiya olacaq. Çünki bu əməl, əksüləməl yaradar. Tez, antitezi də yaradar və bunlar ikisi sentezi yaradarlar, nəticəni yaradarlar ki, nəticə fərqli olacaq hər ikisində. Yəni, məsələn, faşizm gələcəkdir, bizə fişar gətirəcəkdir. Biz üzdən aylacı yox. Aylacı yox, nə olacaqdır? Bu olacaq, bizim ayılmağımız olur antitez. Tez, yəni o faşizm, antitez bizim ayılmağımız. Sentez nədir? İstiqlal. Yəni sentez nə odur, nə budur. Nə bizim sümürgə qalmağımızdır, nə də İranla qalmağımızdır, nə də faşistə təslim olmağımızdır. Bəlkə bir ayrı yol seçməyimiz üçün sentez daimən gərək tez və antitezdən fərqli olsun. Bunu deyir. Tamam. Ana yurdunu, tüm yapısını
sonsuza kadar zəhirləyə biləcək gücdə bir zəhir kəsəsini təmsil etdiyi ortaya çıxacaq. Deyir ki, ana yurdu, bir dana kisə ortaya çıxacaqdır. Kisə. Bir dana torba ortaya çıxar. Həman torba biz deyirik kisiyə. Fikir edirəm ki, kisə indi özü fikir edirəm ki, türkcədir. Amma torba da türkcədir. Bir dana torba çıxacaq, zəhərli bir torba çıxacaqdır ortaya ki, bu onun ana yurdun, İrancılığı, farsçılığı, fars dilin. Bunu deyir ki, dünya var uzunluqda, hər nə qədər ki, dünya qalacaqdır, o qədər bunu zəhərləyəcəkdir. Tamam, indi gedək 77-ci səhifəyə. Kendi varlığının, sümürcə sisteminin varlığının, metropolun tərəddüdlərinə sürəkli örnək olduğu gerçəyi asla değişməz. Deyir ki, bunun, əlbəttə sözün davamı var, hududən bir sətir yarım da var, qoy oxuyayım. Güclüklərin, yönetilənlərin tam kollektivliyi ilə çözüldüyü bir siyasal tarzın cazib örneğidir. Deyir ki, bu adamın özü, kendi varlığı, yəni bu sümürgəçinin, ustandar, fərmandar, bu bəxşdar, bu nümayəndə məclis, vallah dünənləri mən keyf elədim İsfahanın nümayəndələrinə, ləyaqətləri var. Ləyaqətləri var ərəblərin, lorların, türklərin, suyunu aparalar İsfahana. Malını aparar, ləyaqətlidirlər. Ləyaqətlidirlər. Mən türklərdən danışıram. Türklərin nümayəndələrindən bir ləyaqət bir də olardı. Dünənlər bir molla İsfahanda danışır ki, niyə siz məsələn İsfahanın suyunu aparacaqsınız, məsələn İsfahanın ətrafında bir yerə, indi ya Şirazın ətrafında bir yerə aparacaqsınız, ya Kaşana, ya Yazda. Amma mətin başından çıxartdı vurdu yerə məclisdə. Bizim nümayəndələrimizdə pişiyim, çıxma çölə yer əsər, bundan izafi bir iş yoxdur. Kendi varlığını, o molla ki dünənləri danışırdı, məclisdə videosunu qoyublar, yayılıbdır, mən də yaymışam elə. Orada deyir ki, kendi varlığını, o sümürgəçi, o molla, o nümayəndə, o ustandar, fərmandar, rəis idarə, amuzş, pərvəriş, müəllim, süpürgəçi, müdür, nazim, ustadı danışqah, polis, bazrəs, nə bilim, pərəstar, döhdür, hər nə ki vardı bu dövlət sistemində, deyir bunların kendi varlığını, onların özlərinin varlığı, sümürgə sisteminin varlığının, habilə sümürgə sisteminin varlığının, bir də metropolun tərəddüdlərinə, metropol dediği o mərkəzdəki vardı, ha sümürgənin mərkəzi. İndi məsələn fərz edin ki, İsfahan ya, məncə İsfahandır, amma siyasal olaraq Tehrandır. Bunun tərəddüdlərinə, onların bir şəkləri var mərkəzdə. Türkçe dilini eləyək, eləməyək, rəsmi eləməyək, ha yox, 2 saat həftədə dərs versinlər, verməsinlər. Sürəkli örnək, deyir ki, sürəkli dalbadal tez-tez örnək nümunə, misal olduğunu gerici gerçəyidir. Bu bir gerçəkdir ki, örnək bir gerçəkdir, misal bir gerçəkdir, əsla değişməz. Deyir ki, onun bu sistemi ki var idi, deyir, əsla bu değişməz. İndi burada sümürgə sistemi şey olsun, ya metropolitəndə şəkki olsun, ya bu adamın özü üstəki şeylərdir, içində bunun sümürgəçilik vardır, deyir, o əsla değişməz. Güclüklərinin, indi bunların bir zorluqları var, güclükləri var. Yəni, sümürgənin birincisi qabaqda polisi var, ordusu var, ittilatı var, silahlı gücləri var, təyyarası var, bombu var, nə bilim, bəsici var, filanı var, ittilatı var, bunları var. Pulu var, pul yığır, biləxərə millətdən zorla pul yığır. Böyük, İranın %90 iqtisadı, bunların hamısı dövlətə bağlı. Dövlət buradan qazancı ələ getirir, yəni farslıq. Dövlət deyəndə burada farslıq, qazanc ələ getirir. Bu gücdür, çox böyük gücdür. Yəni, güclüklərinin yönetilənlər, yəni müdiriyyət olanlar, idarələr bizləri müdiriyyət edirlər, dostlar. Radyo, televizyonlar bizim zehnimizi, ruznamələr, kitablar bizim zehnimizi müdiriyyət edir. Məsələn,
qəllə idarəsi bizim çörəyimizi müdiriyyət edir, su idarəsi suyumuzu müdiriyyət edir. Əslində bizi müdiriyyət edirlər. İstəsələr suyu keçərlər, biz susuz qallıq, çörəyi azaldarlar, ac qalarıq. Və biz onlara boyun əyərik. Gedib yalvarıq olan bizə çörək verin, yiyək. Bu, müdiriyyət eləmək sisteminin bir mütəəssifanə İranda olan sistemin bir parçasıdır. Tam köləliyə deyir ki, bu dediyimiz vəziyyətlərin hamısı tam köləliyə sürər insanları. Köləlik yəni nökərlik. Köləliyə çözüldüyü bir siyasal tarzın cazib örnəyidir. Deyir ki, bu eləyə bilər güclükləri ilə insanları köləliyə sürə, bu vəziyyət çözüldüyü, yəni çözülmək, yəni aşkar olmaq, bəlli olmaq deyir. Bu, bəlli olur ki, bir siyasi sistemin cazib, yəni çəkici, cəzzab misalıdır, örnəyidir, misalıdır. Tamam. Nasıl ki, sümürcə sistemi sümürcələrdəki Avrupalıyı zorlaşdırıyorsa, deyir, necə ki, bu bir dana məsələn fars gəlibdir Azərbaycana, ya bir dana Avrupalı gedibdir Əlcəzairə, ya Sudana, ya hər yerə, Tunisə, Fulana gedibdir. Deyir ki, nasıl ki sümürcə, yəni istimar düşüncəsi, sistemi burada, sümürcə sistemi, sümürcələrdəki Avrupalıları, o Avrupalılar ki istihdam olublar, gediblər, ya hər nə üçün gediblər, o sümürcədə qalırlar, onları yozlaşdırıyorsa, dostlar, yozlaşdırıyorsa, yəni fasid ediyorsa, fəsad edir bunları. Deyir ki, necə dedik ki, qudrət əgər bir nəfərin əlində olsa, o fasid olar. Nə? Peyğəmbər də olsa fasid olar, Allah da olsa fasid olar. Qudrət, əgər tüm qudrətlər bir nəfərin əlində fasid olar. Bir dana gücün əlində olsa fasid olar. Fərq eləməz. O, indi olsun, İmam-ı Zaman da olsa fasid olar, o birisi de olsa fasid olur, bu da olsa fasid olar. Allah da olsa fasid olar. Deyir ki, bu Avrupalılar gəlirlər, Farslar gəlirlər Azərbaycana, Azərbaycanda bunları fasid eləmək gücün yaradıbdır o şey, sümürcə sistemi. Məsələn, sistem idarədə orada ixtilas eləsin, eləyə biləcəkdir. Heç kəs, calib budur, Tehrandan, oradan buradan ixtilasların səsi çıxar, Azərbaycandan çıxmaz. Bəluçistandan çıxmaz. Baxın, diqqət buyurun, ixtilaslar ki olubdur, hamısı Tehrana bağlıdır. Siz bir dana, ya məsələn, Farslara bağlıdır. İxtilas görün ki, məsələn, şeydən çıxsın, Ərəbistandan, Ələhvozdan, Bəluçistandan, Türkmən Səhradan, Qəşqaistandan, ya Azərbaycandan, ya Kürdistandan. Bunlardan ixtilasların üstü açılmaz. Niyə? Çünki əslən sistem bunu ixtilas üçün yaradıb, bunu xilaf üçün yaradıb. Ki, burada deyir ki, yozlaşdırır, yəni o sistem özü insanları fəsada çəkər. Fikir eləyin ki, məsələn, mən polisdə sərbaşçılıq edirdim. Təqribən adamlar ki, salim işləyərlər, polisdə işləyərlər, rişvət almayırlar, xilaf eləməyərlər, dışlanarlar. Yəni, yoldaşları bunları atar kənara. Bunlarla yoldaşlıq eləməzlər. Çünki yoldaşlıq eləsələr, onlar bunların o xilafların örgəşəcəklər. Onun üçün bunlar gərək qoyarlar kənara. Onları uzaq yerlərə atarlar. Təbid elərlər əslində. Adın qoyarlar məmuriyyət, sən get filan yerdə. Orada rəis ol. Adamı məsələn göndərlər, bir dana kətdə 4 dana polisə rəis olar. Amma özləri qalıblar, məsələn, Tehranda, Təbrizdə, orada, burada milyardılar. Mən özüm sərbaşçılıqda, çünki şeydə, Neyru İntizaminin nə deyirlər ona? Hər halda indi hər şeyi unutdum getdi. Bir yerində mən sərbazlıq edirdim ki, qərar edib biz onların xilaflarını tutaq. Sərbazların, əfsərlərin, timsanların. Calib budur. O adamlar ki, o tim ki, sərbazlara hər halda paltar alırlar, paltar tikdirirlər, yəni parça alırlar, paltar tikdirirlər, potun alırlar, nə bilim, vaks alırlar, yemək alırlar, hər nə də toyuq, yemək, balıq,
konserv, şirini, xiyar, meyvə, bu cür hər şeyi alırlar da, sərbaz da orada azdan çoxdan həftədə bir dəfə meyvə yeyəcək məsələn. Ona bir şey alırlar. Cəlib budur ki, paltarların hamısı size hesabıdır da, heç olmasa 3 dənə size vardır. Small, mütəvəssit, medium, bir də large, böyük. Bu 3 dənə ilə gərək insanlara paltar heç olmasa düşərlər. Biri mənə dar olar, biraz large, x large yerəm, onlar 4-cü. Adam cəlibdir ki, bunların heç birisi o birisi adamlara gəlmirdi. Yəni öz ismala gəlmirdi, mediuma gəlmirdi, large'a gəlmirdi. Axırda bu pərvəndəni verdilər mənə ki, baxın görün burada nə var. Baxdım gördüm ki, o timsari ki, Niru İntizamiyə bunları alver eləyir, hər yerindən qərardat bağlayıbdır. Məsələn deyirəm, 1000 top parça alır, məsələn eləyir 200 milyon tümən o zaman. Burada 50 milyon tümən özünə deyir ki, mənim kursantım var. Sonra gəlir xəyyata deyir ki, bunu tikəndə hər sərbazdan 5 sant kəsəcəksən. Hər paltardan. 5 sant 1 metrdə sizin nəzərinizə gəlir azdır. Amma fikir edin ki, bu məsələn qərardır 1 milyon neçə ildə 1 milyon dana məsələn buradan paltar tikilər. 1 milyon dana 5 sant eləyir 5 milyon sant və bu 5 milyon sant hərəsi hər sant fikir edin ki 1 tümən, 2 tümən, 10 tümən. Görün ki, nə qədər pul eləyəcəkdir. Potunda belə, yeməkdə, hər şeydə yəni belə, hər şeydə. Cəlib budur ki, bunun üstü açılandan sonra mən dərdisərə düşdüm, onlar dərdisərə düşmədilər. Hər halda, getək buradan nə oxuyuruq, 77 oxuyuruq. Pəs mühit, əgər fasid eləyiblərsə mühit hər kəs ora girsə onu fasid elər. İdarələr İranda fasiddir. Fərq eləməz, Azərbaycan olsun, filan olsun. Azərbaycanda daha çox fasiddir. Türkmən Səhrada, Qəşqayistanda, Əl-Əhvazda, filan da. Məsələn, Əl-Əhvazda mollaların hüququ 50 milyon tümən gündə bir dana nahar namazı qılacaqlar. 8 ülkə. Əslində, yəni, maşınla aparırlar, maşınla gətirirlər, idarə saxtamanında veriblər, 50 milyon hüquq verirlər. Əslən, ora mən də geçsəm fasid oluram, Həsən də geçsə fasid olar. Çünki fasid olmasan, onlar kimi yaşar bilməyəcəksən. Sən istəyəsən ki, onlar kimi yaşayasan ki, bir normal adam, indi orada 50 milyon normal hüquqdur molluya. Sən istəyəsən o cür yaşayasan ki, o cürsü fasid olasın. Yoxsa səni atarlar, istiqda məsələ eləməzlər. Nasıl ki, sümürcə sistemi sümürcələrdəki Avrupalıyı yozlaşdırıyorsa, onları fasid eləyirsə, indi burası yenə önəmli cümlələrdən biri ki, dostlar, bu kitabda neçə önəmli cümlə vardır. Bu da 3-cüdür fikir edirəm. Bunu baxaq. Deyir ki, kolonialistin də ana yurdun yozlaşdırmasının tohumu olduğunu söyləmək abartı olmaz. Pəs, kolonialistin də, yəni bu adam ki, özü kolonialistdir, sümürgəçidir, bunun da ana yurdun yozlaşdırması, ana yurdu çünki baxın, vətəndə 1 milyon adam qalır, bunlardan 10 mini fasid olsa, bunlar o ana vətəndəki adamları da fasid elərlər. Yəni, Azərbaycanda bunlar fasid, məsələn, deyək, Tehranda az fasid, məsələn, deyək. Amma Azərbaycanda, Ərəbistanda, Bəluçistanda, Qəşqayistanda, Loristanda, Türkmən Səhrada, Şimalda, Mazəndaranda, Giylanda insanlar ki, bunlar gəlirlər, burada bu çox fəsada çəkirlər. Bu nə olacaq? Bu fəsad, bunlar adət eləyəcəklər. Öz torpaqlarına, öz idarələrinə də mərkəzə qeydəndə fəsadı orada aparacaqlar. Bunu istəyir deyək ki, kolonialistin də ana yurdun yozlaşdırmasının toxumu olduğunu, bu özü toxum olacaqdı orada fəsad üçün. Bu, sümürgəti özü toxum olacaqdı, olduğunu söyləmək abartı olmaz. Bu, abartı, yəni iğraq, şişirtmək olmaz. Dostlar, 74-cü səhifənin ortasında yazıb ki, metropola duyulan Hind. İstemarın mərkəzinə, sümürgənin mərkəzinə fikri olaraq, idarə olaraq duyulan, hiss olan çiğnə, əsəbaniyyət, narahatlıq. Bunu deyir. İndi buradan bu biraz getir, yavaş-yavaş getəcəkdir sümürgələşdirilənlərin durumuna. Buradan, kitabın buradan, yəni 77 səhifə tamamən mərbut idi sümürgəçiyə görə. İndi isə getir hara, yavaş-yavaş, əlbəttə bir 2-3 səhifədə getəcəkdir, yavaş-yavaş getəcəkdir bura. Mən də çalışıram ki, bu günləri
biraz şeydim. Kolonialistin aşırı yurtsever coşkusunun təhlükəsi və bəlirsizliyi ana yurduyla ilişkilərinin daha genel bəlirsizliyində də kendini göstərir və bu bəlirsizlik də doğrulanır. Deyir ki, kolonialist, sümürgəti, ustandar, fərmandar, müəllim, ustad danışqah, polis, fərmandeh, nə bilim, rəisi bank, karməndə filan idarə, rəisi bimaristan, döktür. Döktürü dedim dostlar, mən döktürlərə çox ehtiram qoyuram. Əcib ehtiram qoyuram. Bunlar insanların canını nəcat verirlər. Və bir iddəsi vaqəən fədakar insanlardılar. Amma baxın, döktürlər getdilər məclisə, məclisdə oracan ki başardılar, döktürlərə qazanc yontadılar. Millətin qazancını geri yaparsan o qədər ki, o da eləyə bilər onu verə. Bir dana döktür indi eləyə bilir gündə 100 milyon tümən pul qazanan, bir dana karmət, bir dana işçi ayda 10 milyon qazanamır. Burası düz, bu həman o dediyimiz o sistem ki şey olduğu, düşdü döktürün əlinə, döktürlər hər qüdrət əllərinə düşsə, dedim, qüdrət alacaqlar əllərinə. Sipah-pasdaran qüdrət alacaq əlinə, yəni fasid olacaq. Fasid əlbəttə bilir ki, mən bir dana sipah-pasdaran görə 78-də fikirli bir məqalə yazdım və ona görə deyirdim zindana, mühakim oldum filan bəhman. Sipah-pasdaran əleyhimə şikayət eləmişdi, Niru intizami şikayət eləmişdi filan. Getdik də dadığatı cavablarını da verdik, zindanını da yedik. Orada da mən demişdim ki, Sipah-pasdaran, əlbəttə mən Ruzname-i Səlamda Londonda yazmışdım bir seri ki, Sipah-pasdaran gəl evlərinə, çıxmıya eşiyə. Paltarı ilə eşiyə heç olmasa çıxmıya. İşlərə gərək girməyələr. Amma nə paltarı yığışdırdılar. Yadıma gəlir ki, ondan sonra Ruzname-i Səlamda bunu yazdıq, mən yazdım xüsusə. Ondan sonra pasdarlar padğandan eşiyə çıxanda paltarların soyunurdular, çıxırdılar, tanınmasınlar. Pasların adını yazılmasın. Amma o zaman ki girdilər iqtisada və tamam gücü, iqtisadi gücü İranda aldılar əllərinə, siyasi gücü aldılar əllərinə, qanun gücünü aldılar əllərinə. Sipah-pasdaran baxın neynədir? Əvvəl gəldi dedi ki, yavaş-yavaş mən fərmandarlar, bəxşədarlar, ustandarlar, müdür kollar, bunlar müavinləri, bunlar gərək pasdarlardan ola. Pasdarların bir iddəsinə dedilər ki, istefa ver, ged ora. İstefa veriləcək. Bir iddəsinə dedilər, bazinşəst ol, ged ora. Retire ol, əməkli ol. Əməkli oldular, getdilər ora. Və beləliklə, sonra gəldi, növbə yetişdi məclisə. Nümayəndələri də bu cür elədilər. Yəni, gedəcəklər məclisə, güc Sipah-pasdaranın əlindədir, radiosu var, televizyonu var, imkanatı vardı. Gəldi, yenə də adamları dedi, siz, məsələn, burada işləmişsiniz, sabiqəz vardı. Gəlin, nümayəndəliğə səbtinam eləyin. Səbtinam elədilər, getdilər məclisə. Məclis birdən görürsünüz ki, hamısı bəsiz libası geyir. Yəni, qalırsınız ki, bura padğandır, yoxsa şeydir. Bu faşizmin işidir. Faşizmin işidir. Hitlerin də məclisində hamı qərə giyirdi. Çünki oranı da, necə burada təpi örtürlər, bəsici paltarı giyirlər ki, biz rejimin əsli əsasındanıq. Orada da, Almanda da hamısı qərə giyirdilər. Burası qollarına bir qırmızı parça bağlı, üstündə də bir əlamət yazılır ki, biz SS-dənik. İndi SS-in mənası nə idi? Mən onu bilmirəm. Hər halda o istir o fəsadı göstərsin ki, kolonialistlərin aşırı yurtsevərliyi, onun ifrati vətənin, öz vətənin sevməsi, məsələn, burada hamısı deyir, İran, bundan danışır. Deyir ki, coşqusunun təhlükəsi, o coşqunun bir təhlükəsi olacaq. O çox sevməyin bir təhlükəsi olacaq. Nədir? Bir deyə zülm eləyəcək, bir dəni vətənsiz eləyəcək. Azərbaycanlılar, türklər vətənsizdirlər indi. Vətənlərində vətənsiz yaşırlar. Bundan pis durum olar. Deyir ki, bu təhlükəsiz və bəlirsiz, onların bir dedik, qabaqdında dedik ki, dünənki oxuduq, bəlirsiz bir mövqeyiyyətlər var. Bilmirlər ki, vətən bunların bəzən işlərin, gəlirlərin, mövqeyiyyətlərin, statüların xətərə salır, təhlükəyə salır. Bunun üçün bunlar da hər nə qədər o vətən bunlara, ya vətəndə yaşayanlar bunlara fişar gətirsələr, bunlar da o qədər vətənə görə bilmirlər neynəsinlərdir. Yəni, bir tərəfdən sevmək məcburiyyətindədirlər, çünki işləri budur. Bir tərəfdən də işlərini əldə verəndə sustalırlar, fikirləri dəyişir. Həmin o bəlirsizlik. Deyir ki, ana yurduyla ilişkilərini, onların
ilişkiləri ki vardı ana yurtları ilə daha genel bəlirsizliyə, daha çox yekəlir bu bəlirsizlik. Kəndini göstərir, özünü göstərir. Daha genel göstərir və bu bəlirsizlik də, bu namuəyyən və qoncu budən farsça desək. Bu bəlirsizlik da nə edir? Doğrulanır. Deyir ki, bu da özün görürük ki, əməldə göstərir bu. Adam elə bilmir neynəsin. Bir tərəfdən Azərbaycançılıq edir, bir tərəfdən də İrançılıq edir. Bu orada bəlli olur. Azərbaycançılıq həmişə İrançılıqdan 100 qat deməsək 99 qat aşağıdır. Yəni adam mən Azərbaycanlıyam, məsələn nümayəndələr ki məclisdədirlər. Bizim canımız fədai Azərbaycan, amma o tərəfdən də Azərbaycanı heç iş görməzlər. Kolonialist ana yurdunu görkəminə övgülər düzər kuşkusuz. Bir kuşkusuz, şəksiz ki, kolonialist istemarçı ana yurdunun İran və Farslığa onların görkəminə, onların böyüklüyünə, görkəm yəni böyük, əzəmət, şükuh deyir, ona övgülər, şeir yazarlar, dastan deyərlər, buradan tərif, təmciz, sitayiş elərlər. Övgü, yəni təmcid, sitayiş, tərif, bunlar edərlər. Bu görkəmə dörd əllə sarılır. Özləri dedikləri İran elədi, imperatorluqdur, İran çox böyükdür, dünyanın ən böyük gücüdür, iqtisadı düzələcəkdir, bir iləcən, 5 ayacən biz təvərrümü yetişəcəyik, yarımdan da yetişəcəyik, onun altına deyər. Düşünmür ki, deyir da. O onu deyəcəkdir, ona da 450 yapışar. 450 də bu təriflərinə inanar yəni. Hətta gərəkirsə, lazım olsa, gərəkirsə, lazım olursa, onu fəlç edər. Deyir, hətta bu 450 yapışar, deyir, onu lazım olsa özü fələc olar belə. Yəni, o düşüncəyə elə möhkəm yapışar ki, fələc, onun fikri ayrı bir şey görməz. Ayrı bir millət. Deyəndə ki, burada baxa, İran məmalik məhrusədir. İran 10 dana millətin məmləkətidir. Kəsirul millətdir. İran dillərin 10 dana dilin, 15 dana, 20 dana dilin mərkəzidir. Adam deyir, yox, Farsıdan sonra isə yoxdur. Farsı bizim tarixi dilimizdə, hamımız da bu dili danışmışıq. Çünki bu nə olar? Fələc olar zehni. Faşizmin belə bir gücü var. İnsanları inandırar işlərinə görə. İnsanlar işlərindən dolayı inanarlar, dostlar. Beyin yumağın bir xasiyyəti işləndir. Fəlc edər. Boğar, hətta bunları boğar. Bunlar lazım olsa özlərini belə öldürərlər ki, vətənpərəst görsəsinlər. Bu Almanda çox görsənibdir, Japonda çox görsənibdir. İtaliyada da görsənib ki, faşistin də mərkəzi bilirsiniz ki, oradır. Amma aynı zamanda da ana yurda və yurttaşlarına qarşı onların müqabilində dərin bir heç bəslər. Eyni halda da deyir ki, həm ana yurduna, bu bir dana təzaddır da, dedik ki, əslən kolonialist olmaq ya sümürgəçi olmaq, faşist olmaq bir dana təzadlığın içindədir. Hətta faşist özü təzad yoxdur özü içində. Amma bu şey özünün içində, sümürgəçiliğin özündə bir təzaddır var. Bu ikiliği yaşarlar, bilməz hangisini yaşasın. Deyir ki, bir tərəfdən də neynər? Amma aynı zamanda ana yurdunda və ana yurttaşlarına, həm yurduna, həm yurttaşlarına, yurttaş yəni vətəndaşlarına, onlarla həm qarşı, onlarla dərin bir hiss elər. Çox dərin, ağır bir hiss elər. Bir hissi də yoxdur bunlara görə. Nə olsun ki, bu məsələn farsdır. Bunu harada görürük da, bunu sizlər içərdə bilməzsiniz. Hər kəs ki, İrandan ayağın qoyur eşiyə, Türkiyəyə gedir, Azərbaycana gedir, Ermənistana gedir, Amerikaya, Kanadaya, Avropaya, hər yerə gedir. Avropanın məmləkətlərinə, Rusiyaya, hər yerə gedir. Ayağın ki, qoyur eşiyə, utanır deyə ki, mən İranlıyam. İstəmir deyə mən İranlıyam. İstər bir cürlüqlə bunu gizlədə. İstəmir deyə İranlılarla normalda tanışmazlar bir yerə gələlər. Məmulən gəlməzlər. Məmulən toplanmazlar. Toplananda həmfikirlər toplanırlar.
Şahçılar toplanarlar, mücahidlər toplanarlar, Azərbaycançılar toplanarlar. Yəni farslar Azərbaycançılara qoşulmazlar, Azərbaycançılar da farslara qoşulmazlar. Kürdlər bunların heç birinə qoşulmaz, Bəluçlar da bunların heç birinə. Yəni heç ikisi qoluşmaz. İlla məsələn istiqlalçılar gələndə ərəb istiqlalçı, Bəluç istiqlalçı, Türkmən istiqlalçı, filan istiqlalçı gələr. Amma fars gəlməz. Konsert də olsa görərsən ki, farslar istəyirlər, əgər onlar işi gəlsələr, həttəmən gələcəklər davasalar. İmkansızdır. Bu bir istədiyim deyəm ki, bunların isə bir hits var idi. Eyni halda Canə Fətayı İranın pərçəmini götürmək. Bunların ən yaxşısı da budur ki, şahçıların xüsusən, əlbəttə bunları mən tamam siyasilərdə görmüşəm, siyasi müxtəlif qruplarda, amma xüsusən şahçılarda siz bunları görərsiniz ki, utanmazlar yaman deməkdən. Yaman deməkdən çəkib ən pis yamanı, nənəbacı yamanın onlar işlədəndir. Özü xiyabanda. Şu ana qədər fikir edirəm ki, yavaş-yavaş vaxtımız qutarır, amma mən görməcə eləyə biraz oxuyayım, sabahları oradan biraz tez gedək bu. Şu ana qədər sümürgəcinin sümürgələşdirilənə qiyasla sahib olduğu ayrıcalıqlardan söz etdik yalnızca. Yalnızca yəni indiyə qədər, təhcə. Bura qədər, şu ana qədər, yəni bu ləhziyəcən şimdi buranı oxuyuruq, sümürgəcinin sümürgələşdirilənə ki bizləri farsların, yəni farsların durumuna görə ki bizim qarşımızdadır, qiyasla, yəni bizləri, onları bizlə qiyas eləyəndə, qiyas yəni bir-birinin yanına qoyub bunları aşağı yuxarılarını görmək, ölçmək, yəni o ölçməkdir, qiyas eləmək ölçməkdir. Sahib olduğu, yəni sümürgəçilərin sahib olduğu ayrıcalıqları, təbizləri, izafə bir şeylər ki vardır, söz etdik. Buradan fəqət bunlardan danışdıq ki, sümürgəci ilə sümürgələşdiriləni bir-biri ilə qoyanda taraziyə dedik ki, sümürgəci nəfəsdədir. Tamam. Aslında sümürgələrdəki bir Avropalı iki kat ayrıcalıqlı olduğunu bilir. Deyir ki, o farslar ki gəliblər sümürgəyə, diqqət buyurun, burada onu danışır. Azərbaycanlılar ki istihdam olublar, ondan filan danışmır. Orada da, Avropada da onu danışır ki, məsələn, Fransəli sümürgəçi gedibdir Tunisə ya Əlcəzairə, oradan danışır. Deyir ki, aslında sümürgələrdəki bir Avropalı, hər Avropalı ki gedibdir, hər fars gedib ki Azərbaycana, Bəluçistana, Əl-Əhvaza, Türkmən Səhraya, Qəşqayistana, deyir ki, bu iki qat 100%, öz desəm, 200%, farsça desək. 2 qat, yəni 200%. 200% ayrıcalıqlıdır, imtiyazı çoxdur. Təbizdən bərxurdar olur, təbizdən faydalanır. Ayrıcalıqlı yurtdaşlarına nisbət özü də. Yəni o vətəndaşları ki, Azərbaycana köçməyiblər, Əl-Əhvaza köçməyiblər, Qəşqayistana köçməyiblər ya Türkmən Səhraya köçməyiblər, deyir, onlara nisbət 2 qat bunların keyfləri, üstünlükləri yuxarıdır. Həm də sümürgələrinə, okey, dedik ki, bunu deyir, bilirlər özləri. Olduğunu bilir. Bunu bilir ki, özü 2 qat. Nə cür? Həm sümürgələrinə, hər sümürgələşdirilənə, həm də ana yurtdaşlarına qiyasla. Deyir ki, əgər bu Azərbaycana gələn farsı, farsların içində yaşayan adamlarla, ya öz toprağında, yəni ya da sümürgələşdirilənləri, yəni türklərlə müqayisə eləsəz, 2 qat yuxarıdır. Tamam. Sümürgə avantajları, avantaj imtiyaz. Sümürgənin avantajları, yəni bura gəlmək, Azərbaycana gəlmək, qiyasla yapıldığında, əgər bunu qiyas eləsək Tehranla, ya İsfahanla, ya Şirazla, o İsfahan ya gəlir Azərbaycana, o Yaziliyə, o Xasanliyə, o Simnanliyə, o Farsa ki gəlir Azərbaycana, deyir, onu qiyas eləsək şeylə, deyir ki, onda nə olur? Deyir ki, bir devlət məmuruna qiyas yapıldığında bir devlət məmurunun ana yurtdakı muadilindən daha çox qazandığı. Deyir, bunu bilirik ki, bir dövlət məmuru ki, həman postda istihdam olur Farsistanda, biri də istihdam olur, gəlir Azərbaycana, onun qazancı öz vətənindəkindən çox olur. Bu buradan dedi. Tamam.
Bir tüccar daha az vergi ödədi. Deyir ki, eyni halda pəs bir məmurdan çox aldı da. Deyir ki, bir məmurdan ki, oradadır, ondan çox alır bura gələndə. İkincisi deyir ki, bir tüccar ki, alver eləyir, ondan çox az vergi verir. Tüccar alver eləyir, bəqqal alver eləyir, maliyyət də verir. Deyir ki, bunun vergi verdiyi ondan azdır. Bir tüccarın daha az vergi ödədiyi. Bu da bir üstünlük. Bir sənayecinin, sənayeçi yəni karxana sahibi, iş sahibi. Bir sənayecinin ham maddə, yəni xam maddə aldığını, ham maddə və iş gücü. Xam maddə olur, məsələn, mis toprağın ya dəmir toprağın Azərbaycandan alır, aparır, bu xam maddədir. Bir də iş gücü. İş gücü də olur, o adamlar ki, istihdam edir, orada işləsinlər. Misi süngün misində, mədənində. Deyir, bunlar sənayecinin ham maddə və iş gücü üçün daha az ödədiyi, həm xam maddəyə az pul verir, həm də bu istemalçı gəlib Azərbaycana mis süngündə işləyir. Həm o misi süngünə, məsələn, istəsə bunu fərz edir, Yazdidə də fərz edin ki, mis mədəni var. Oradan çıxadan da ona verdiyi puldan az verir Azərbaycanda. Bir bu. Bir də Azərbaycanlı işlədəndə az pul verir. Bu da ikincisi. Daha ödədiyi anlamına da gəlir. Deyir, bu bunun anlamına gəlir. Qiyaslama burada bitməz. Deyir, qiyaslama burada qutarmaz. Sümürcə ayrıcalıqları, sümürcənin təbizləri, ayrıcalıqları, imtiyazları, sümürcə insanın varlığına bağlı olmasının yanı sıra deyir ki, eyni bu ayrıcalıqlar əvvəl sümürcə insanına, türklərə bağlıdır. Yəni, türklərdən bu ayrıcalığı alırlar. Türkləri məsələn işlədirlər, ayrıcalıq qazanırlar da. Olmasına yanı sıra deyir, bunun yanında ana yurdun və onun yurttaşlarının da bir fonksiyonudur. Deyir ki, əlbəttə, eyni halda o ana yurdunun, farslığın, İrançılığın və ana yurdunda olanların bir fonksiyonudur. Ana yurduna orada olanların, ana yurtda olanların bir karikər, fonksiyon karikər. Deyir ki, bunların əslən Azərbaycana gəlməsinin bir karikərdir. Həm o ana yurdunun karikərdidir, orada azalacaqlar. Buradakı da bunlar gəlməklərinin də burada fonksiyonudur. Bunun əslən işləyi budur. Fonksiyon işlək. Bunun işləyi budur. Ana yurdu orada bir ordu tutmayı məcbur bıraktığının, deyir ki, bu ana yurdu məcbur elə ki, Azərbaycanın hər şəhrində həm zindan tiksin. Qabaqca mənim yadıma gəlir 78-79-da mən Radio Fərdəyə bir güzariş verdim ya 79-da fikir edirəm ya 80-da bir güzariş verdim Radio Fərdəyə Təbrizdə olanda. Dedim ki, məsələn Azərbaycan şərqidə məsələn deyirəm 18 zindan var idi. Neçə il ondan qabaq, inqilabda məsələn, inqilabdan qabaq. İndi məsələn yetişmişdi 60 neçəyə. Bəzi şəhərlərdə zindanların sayı 3-ü keçibdir. İndiki danışıram, 3-ü geçir yavaş-yavaş. Bəzi şəhərlərdə zindanların sayı geçir. Hər yerdə padqan, hər yerdə filan vurublar. Bu da o istemarın bir işidir. Ordu tutmayı məcbur bıraktığı deyir ki, o sümürcəsi məcburdur ki, burada bir ordu tutsun. Çünki bunlar üsyan eləyə bilərlər. Və sümürcənin onun için avantajken o zaman ki sümürgəçilərə bir avantajdır, bir imtiyazdır. Onda ne olabilir? Ana yurduna kazandığından fazlasına mal olduğunun farkında varmazlık edemez. Deyir, bunu düşünebilmez ki ordunu burada saxlamaq ana yurdunda saxlamaqdan xərci çoxdur. Son iki sətri də oxuya bilsəm, fikir edirəm ki, səhvəmizi keçərik, o bir səfədə qalar elə. Deyir ki, tıpkı sümürgəci ilə sümürgələşdirən arasındakı ilişkinin nitəliyinin ekonomik və toplumsal ilişkilərindən qaynaqması kimi. Deyir ki, eyni ona bənzir ki, tıpkı, yəni bu da eyni, yəni sümürgəci ilə sümürgələşdirilən, sümürgəci farslar, sümürgələşdirilən türklər. Deyir, bunların arasındakı ilişkiləri, rabitələri
bəlliliyi, rabitələrin bəlliliyi, aydınlığı ekonomik olaraq, iqtisadi və toplumsal olaraq ictimai ilişkilərindən qaynaqlanır. Bunların siyasi, iqtisadi, ekonomiki şeylərindən bunların rabitələri ilgilənir. Dostlar, 78-ci səfərində cümləsini tutaraq və bugünkü bəhsimizi burada bitirək. Deyir, buna tay sümürgeci ilə ana yurtdakı halk arasındakı ilişkilər də bu ikisinin karşılıklı durumlarından kaynaklanır. Deyir ki, bu sümürgeci ilə ana yurtdakı arasında sümürgeci, yəni o farslar gəliblər məsələn bir Azərbaycana ya dövlət şeylər, bir də ana yurtunda olan, yəni farslar özləri ki, öz torpaqlarında yaşırlar məsələn. Bunlar halk arasındakı, bunların xalqlərin, insanların arasındakı ilişkilər də bu ilişkinin, bu ikisinin, bu iki rabitənin karşılığı müqabili, karşılığı durumundan qaynaqlanır. Bu ikisinin şeyindən qaynaqlanır, yəni ortaya çıxır. Dostlar, elə burada qoyaq qalsın. Həm yoruldum, həm də ki, fikir edirəm ki, saat da qutarır. Çox sağ olun, təşəkkür edirəm. Sizin hamınıza can sağlığı arz edirəm. Bu günləri çalışdım ki, 2 dənə aydın var, bilirsiniz. Birinci bağlanmışdı, bununki bağlanmışdı, fikir edirəm. Yox. Bəli, bu ki, əlimi belə tutmuşam, bu video bağlanmışdı. Video açılıbdı, dünən də burada canlı getirdim. Bu neçə gündür işlirdi, biraz da uzun işlir bu, yəni bir saatdan çox işlir. Amma çalışdım bunları 2 dənə, 2 akkantıda bərnamə aparam, bu dərsi aparam. Bəlkə dostlar çox görələr, çox faydalanmaq olsa faydalanır. Sizin hamınıza can sağlığı arz edirəm. Çox sağ olun, var olun. Görüşmək üzərə. Allahın əmanında.